İsa Cenisarет daryoçasının qarağına turmuşdu o bir hazara adam onun derine sıkılmışlardı ta tar kelamını eşiderler. İsa yerdeki iki qayıq daryoça qarağındadır o balık tutanlar qayıqdan inmişler o turlarını yuyurlar. İsa qayıqların birine ki onun ayası adı Şam'unede minniyor ondan sade ki qayığı sahilden biraz aralıda. İsa qayıq içine oturdu o oradan xalqa talim verdi. Sözlerini tikədəndən sonra Şam'una dedi: Qayığı suyun god yerine siro balık tutmak için turlarınızı suya atın. Şam'un cevap verdi: Ustad, biz bütün gece çok zahmet çektik ama hiç ne tutmadık. Ama senin gəpin xatirine ben turları suya atarım. Onlar ki bu işe girdiler, ala balık tuttular ki az qalmışdı turlar irtilərlər. Pes az şəriklərine ki o bir qayıqdaydılar işare ettiler ta bunların kemməyinə gələrlər. Onlar da gəldilər o qayıqların ikisini ala balıqdan doldurdular ki az qalmışdı qayıqlar suya batarlar. Şam'un Petros bunu görənə İsa'nın qıçına dişdi o dedi: Ya Rab, məndən İraq tur, çünki mən bir günahkar adamım. Şam'un var olar ki beləsinə edirlər, bu balık tutmaq işindən mat qalmışlardı. Zebedinin oğulları Yaqub و Yuhanna ki Şam'un şərikləridirlərdi, ala bu halı vallarıydı. İsa Şam'una dedi: Qorxma, bundan sonra adamları balıqlayın seyd edərək. Onlar qayıqlarını sahilə çəkdilər, varizadı fil etdilər o İsa quyuncundan getdilər. İsa şəhərlərin birində olanına bir kişi ki cüzam onun bütün vücudunu getirmişti, İsa yanına geldi. O cüzamlı İsa'yı görənə iz üstünə yerə düşdü o yalvardı ki: Ağa, اگر سیاین منه bu مرضdan şəfa verə bilərən. İsa əlini uzatdı, əlini onun üstünə qoydu o dedi: Seyrəm, şəfa tut. Ala o an o adam cüzamdan şəfa tutdu. İsa ona tapşırdı ki heç kəsə heç nə deməyəm. Ama bunu da dedi ki: Ged o eziye kahene ki mabedin alemidir girsد و طاهرالمایین چه موسی پیغمبر فرمان verdiği qurbanlığı təqdim et ta onlara bir gəvali qola. Ama با bu hal gene de İsa işlərinin xəbəri artıq dağılırdı. Elə ki böyük cəmiyyətlər yığılırlardı ta onun sözlərini eşidərlər o mərzliklərindən şəfa tutarlar. Ama İsa biyaban yerlərə gedirdi o dua edirdi.